Bu ideyanı hazırlamaq üçün sən nə qədər vaxt sərf elədiniz? Sırf bunun üstündə işləməyim 5 ay çəkdi. Motivasiya verən nə oldu? Birinci motivasiya olaraq öz fikirlərim oldu ki, bunu yaratmalıyam. Birincisi, əzm lazımdır ki, bunu eləməyə. O əzmi özümdə yaratdım, ondan sonra başladım. Sürət neçə kilometr sürətlə gedir? Sürət bu, yəni yolda sürülmək üçün nəzərdə tutulmuyor. Yəni tədbirlər üçün nəzərdə tutulur, şou məqsədilə olan bir şeydir. Sürəti 5-10 maksimum sürətidir. Xaricdən gələn ehtiyat hissələri sağ olsun, bəzi yoldaşlar sosial şəbəkələr vasitəsilə mənə tapdılar və onlar təklif elədilər ki, sənə lazım olan avadanlıqlar, əgər bunlar sənə lazımdırsa, bunu sənə verə bilərik ki, bu avadanlıqları bu robotda işlədəsən. Bu gördüyünüz musiqi sisteminə aiddir. Burada səsi, bası, cingiltisi, exosu, adi kolonkanın səsi, mikrofonun səsi onları artırıb azaltmaq üçündür. Burada isə canavarımızın səsi, sirenamız və fərqli səslər var. Bu idarəetmə panelində isə ardıcıllıqla getsək, bu avtomobilimizin dikəlməyinə, enməsinə, bu qolların hərəkətinə, bu isə əlin yumulub açılmasına, irəli-geri getməsinə, işıqların yanmasına, arxa şüşənin açılması, qabaq yükün açılması, arxa bagajın açılması, canavarımızın gözlərinin işıqlarının yanması, 2 rəngi var, lazer, avarenli sistem, canavarımızın ağzındakı odun yanması, qapılarımızın açılması, bu da rolumuzun sağa-sola dönməsi, yəni təkərlərin sağa-sola dönməsi. Maşının ümumi sağa-sola dönməsi pedallar vasitəsilə olur. Sağ tərəfində gördüyünüz bu generator avtomobilin ümumi batarya sistemini doldurmaq üçündür. Əgər yaxınlığımda cərəyan yoxdursa, bunu işə salınan akkumulyatorların bunun vasitəsilə enerji doldurur.